Deməli, toplu 2025, 41-ci sual, 61-ci sual su bölməsi. Dubl 2. Dubl 2, hə? Deməli, kalsium hidridi su ilə salıb, kalsium hidroksid alınır və hidrogen alınır. Əvvəl bərkim yalnız kalsium hidriddir, sonda bərkim kalsium hidroksiddir. İndi sual verirəm. Bu kalsium hidridin bərkin kütləsinin artmasının səbəbi oksigen deyil. Bax, bunun oksigeni yoxdur. Bunun oksigeni var da. 2 dənədir, 5 dənə, məncə fərqi yoxdur, neçə dənədir. Yəni, kütlə artırsa, oksigen birləşməsi hesabına artır. Əvvəl bərkin kütləsi nə qədər idi əvvəl? Bərkimin kütləsi 32 idi. Sonda bərkimin kütləsi nə qədərdir? 40. Bərkimin kütləsi 40-dır. Və biz də buradan görürük ki, bu bərkin kütlə artımına səbəb onun oksigen birləşməsidir. Onun oksigen nə deməkdir? Birləşməz. O zaman siz mənlə razısınız ki, 8 qram oksigen birləşibdir bura. Bəli. O zaman siz mənlə həm də razısınız ki, bərkin dəşində 8 birləşibdir, o 8 var da. Bəli. Nə qədər birləşibsə o qədər var da, elə deyil. Mən 2 dənə zorab giyinsəm, ayağımda 2 dənə zorab olar da. Yəni 2 dənə zorab giyinsəm 5 dənə zorab olmaz ki. Elə deyil, elə deyil. Deməli 8 sondakı o zaman bərkin içərisində 40 qramdır özü, bu 100%dir. İçində olan oksigen də 8 qramdır. O neçə faiz olacaq? 20. 20%. Bu qədər.